Buraxılış tipli belə bir trapesiya sualının həllinə baxaq. Bizə trapesiya verilib. Göründüyü kimi düzbucaqlı trapesiyadır. BC 4 verilib və ADN 9 verilib. Biz buradan tapmalıyıq nəyi? AB-ni, bu hissəni tapmalıyıq. İndi AB-ni tapmamışdan öncə CD-nin uzunluğunu gəlin tapaq. Düzbucaqlı trapesiyada 1-2 CD-nin kvadratı bərabərdir AB vurulsun AD-yə. Bu da diaqonallar perpendikulyar olan zaman ödənilir bu şərt. Deməli, CD-nin kvadratı 4 ilə 9-un hasili, yəni 36-dır. Deməli, CD 6-dır. İndi mən sonra buradan bir dənə hündürlük çəksəm, bura 4 cm olmuş olar. Düzbucaqlı əmələ gəlir. Burada 6 olur. Bura ümumi 9-dursa, deməli, bu hissədə 5 olur. İndi burada 90 dərəcədir, hündürlük dedik. Və indi buradan AB-ni biz artıq tapa bilərik Pifaqor teoreminə əsasən. Buradan x kvadratı bərabərdir 6-nın kvadratı üzərinə gəlsin 5-in kvadratına. X kvadratı 36 ilə 25-in cəminə bərabərdir. X kvadratı 61-dir və x də kök altda 61-ə bərabər olmuş olur. Yəni AB-miz kök altda 61-dir.